Səyyahın Qrimviç meridianı ilə çevrəsinin uzunluğu 34740 kilometr paralel xəttin kəsişdiyi nöqtədən məsələnin ardıcıl və hissəli işləyəndə cavabı daha rahat çatma olur. Onun üçün gəlin birinci hissəni işləyək, sonra ikinci hissəyə. Qrimviç meridianı ilə yəni 0-cı Qrimviç. Qrimviç meridianı da 0-cı meridian. Çevrəsinin uzunluğu 34740 kilometrin paralel xəttinin bir dənə çevrə çəkirik. Uzunluğu 34740 kilometr. Bunun kəsişdiyi nöqtədən gəlin baxaq şu hansı paraleldir. Bir dərəcək, daha doğrusu bu paralel çevrəsi 34740-dır. Bu da biz paralel çevrə uzunluğunu tapanda bir dərəcə qoyulsun uzunluğu 360 dərəcə, çünki tamdır. Bu da tam çevrənin uzunluğu 34740. Qoyulsun uzunluğu bir dərəcə qoyulsun uzunluğunu tapanda biz biləcəyik ki, hansı paraleldən gedir söhbət. Deməli, burada tənasüb quraq. Qoyulsun uzunluğu vurulsun 360 bərabərdir 34740. Qoyulsun uzunluğu, yəni bir dərəcə qoyulsun uzunluğu 34740 bölünsün 360. Niyə 360-a bölürük? Bir daha deyirəm. Çünki biz çevrə 760 dərəcə tam olaraq və onun bir dərəcəsini tapaq ki, qoyulsun uzunluğu bərabərdir 96,5 ki, hansı paralelə aiddir. Biz də 96,5 bir dərəcə qoyulsun uzunluğu biz tapdıq 96,5. Yəni bunun bir dərəcə qoyulsun uzunluğu 96,5-dir. Biz də bunu əzbər şəkildə bilsək 30-cu paralel. 30-cu paraleldir. Deməli, Qrimviçdən 30-cu paralelin toqquşmasıdır. Buradan keçək ikincisi. Tapdıq. Bir dərəcə qoyulsun 96,5. İndi buradan həmin o paraleldən bu paraleldən deyir ki, kəsişdiyi nöqtədən buradan 30 şimal və yaxud da cənub fərqi yoxdur. Şərq istiqamətə 1544 kilometr yol gedir. Yəni gəlib bura çatıb. B məntəqəsi. Neçə dərəcə olduğunu tapın. Yəni 1544-ün neçə dərəcə olduğunu tapın. Tənasüb quraq. Yəni paralellə gedir, şərqə doğru. Paralellə gedirsə biz paralelə baxırıq. Meridian yox. Paralelə baxırıqsa biz də tapdıq ki, 1 dərəcə qoyulsun uzunluğu 96,5-də də yazmışıq. Tənasübümüzü quraq paralellə. 1 dərəcə 96,5. Gedilən dərəcəni bilmirik. Həqiqi məsafə 1544. Buradan da biz tapsaq. Deməli, 96,5 vurulsun gedilən dərəcə bərabər 1544. Gedilən dərəcə də bərabər 1544 bölünsün 96,5. 1544 bölünsün 96,5. Gedilən dərəcə də bərabərdir 16 dərəcə. Deməli, getdiyi yol 1544 16 dərəcə edəcək. Neçə dərəcə olduğunu hesablayın, 16 dərəcə. Keçən növbəti. İspaniyanın 1 bölünsün 9000 miqyaslı divar xəritəsi yerlərini yazaq. Miqyas bərabər 1 bölünsün 900.000. Bu 100.000. Çünki 1 kilometr 100.000 santimetrdir. 3, 5, 3, 5. 9 kilometr. Divar xəritəsinin 40 dərəcə paralel üzrə bunu biz miqyas verdikcə bu tənasüb quraq. 1 santimetrdə miqyas görək nəyə tapacaq. Xəritə məsafə, həqiqi məsafə. Miqyasımız məlum. Baxaq ki, nəyə istəyəcək? Divar xəritəsinin 40 dərəcə paralel üzrə 40 dərəcə paralel.
5 qərb uzunluğu. 5 qərb uzunluğu. Və Greenwich meridianı. Greenwich'də 0'dır. Greenwich meridianı arasında məsafə 50 santidir. 50 santimetr. Deyir ki, neçə kilometr təhrif olduğunu hesablayın. Tərifi tapmaq üçün biz dedik ki, kürədən müstəviyə keçəndə təriflər baş verir. Forma, bucaq, sahə, uzunluq. Bu təriflərin bu gün də biz uzunluq tərifini. Tərif necə tapılır? Deməli, tərif bərabərdir. Uzunluq, yəni həqiqi məsafə. Uzunluq miqyasdan tapırıq. Çıxılsın. Həqiqi məsafəni dərəcə toru ilə. Yəni, meridian və paralelini. Bunların fərqini tapırıq. Uzunluğu miqyasdan tapırıq, bir də dərəcə torunu. Uzunluğu biz miqyasdan tapa bilərik. Çünki bu da verilib. Miqyasımız verilib, xəritdən məsafə verilib. Gəlin tapaq, tənasüb quraq. 1 santimetrdə miqyasımız 9 kilometr. Xəritdən məsafə 50, həqiqi məsafə sual. Buradan həqiqi məsafə bərabərdir. 9 vurulsun 50 da bərabərdir. 450 kilometr. Deməli, bizim uzunluğumuz miqyasla 450 kilometr. Gəlindi dərəcə torundan tapaq. Biz dedik ki, biri 5 qərb uzunluğunda yerləşir. Biri 0-cı. Bu da nə üzrədir? Paralel üzrədir. Paralel üzrədirsə, paralelə baxırıq. Paralel hansıdır? 40. 40 dərəcə qoyulsun uzunluğu 1 dərəcəlik. 40-cı paraleldə 85.4. Gedilən dərəcə, həqiqi məsafə. Gedilən dərəcəni tapaq. Gedilən dərəcə. Biri 5 qərb uzunluğudur. Biri 0'dır. Buna görə ya çıxıb, ya toplayıb eyni qiymət alacaq. Deməli, 5-dən 0, deməli 5 dərəcə. Gedilən dərəcəmiz 5'dir. Yəni, yerinə qoyaq, həqiqi məsafəni tapaq. 1 dərəcə 85.4. 5 dərəcə həqiqi məsafə. Buradan həqiqi məsafə bərabər 85.4 vurulsun. Deməli, 85.4 vurulsun 5. Həqiqi məsafə də bərabər 427 kilometr. Gəlin burada çıxaq. Dərəcə torunu 427. 450-dən 427 çıxanda 23 kilometr. Deməli, bizim təhrifimiz 23 kilometr olacaq. Sonra xəritə sxemdə A nöqtəsinin uzunluğu 9 şərq uzunluğu, B nöqtəsinin uzunluğu 42 şərq uzunluğudur. Bu məntəqələr baxırıq ki, burada AB 0-cı meridianda 0-cı paralel üzərində yerləşir. Yəni ekvator. Biri A-mən 9 şərq uzunluğu. 9 şərq uzunluğu. A. Bu da yerləşir. B. 42 şərq uzunluğu. Bu da B. Bu nöqtələr arasında ən qısa məsafə neçə kilometr olduğunu hesablayın. Yəni, ekvator xətti ilə, paralel ilə. 1 dərəcə qoyulsun uzunluğu verilib. 1 dərəcə qoyulsun uzunluğu 111 kilometr. Gedilən dərəcə, həqiqi məsafə. Gedilən dərəcəni tapaq. Gedilən dərəcə bərabər. Biri 42 şərq uzunluğudur. Biri 9 şərq uzunluğudur. Eyni olduğu üçün çıxırıq. Bərabərdir 33 dərəcə. 33 dərəcə. Yəni, yerinə qoyaq yazaq. 1 dərəcə 111 kilometr. 33 dərəcə həqiqi məsafə. Buradan da biz həqiqi məsafəni tapsaq, həqiqi məsafə bərabərdir 33 vurulsun 111. Həqiqi məsafə də bərabərdir 3663 kilometr.